Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Bax, sonra deməyin ki, Xəzər əl çəkmir qızdan. Xəzər əl çəkir, Nazlı əl çəkmir. Ay xala, səhərdən danışırsan, danışma fikir ver. Mən o məsələni bildim, maneçilik törət. İmkan vermədim Nazlı çıxsın evdən. Başa düşürsən? O sənə elə gəlir, evdən çıxmayıb. Gəlib də, danışıblar da. Mən Xəzərdən Nazlının ora, xəstəxanaya, onun yanına gəlməsini gizlətmişdim. Hə. Nə hə? Nazlı da iki daşın arasında xəbər eləyib. Bu qız niyə belə eləyir, mən bilmirəm. Hansı yolla olur olsun, bir yol tapır. Gah özü zəng eləyir, gah Sevdaya zəng eləyir. Nə qədər olar? Sənə qurban olun. Bacımızı yiyəlik elində, nə olar? Yadından çıxartsın da, Xəzər onu yadından çıxartsın. Niyə başa düşmürsünüz? Axırıncı dəfə deyirəm, bacımıza sahib çıxın. Nə məsələ idi? Nə deyirdi öyle? Sonra danışarıq. Görün buna nə dedi ki, böyle əsəbləşi çıxdı getdi. Ay Yaşar, biz bu pulu hardan tapacaq, necə tapıb verəcəyik? Əmindir, inşallah bir yerdən qismət olar da görək də. Kaş o qanunu biləydim. Daha olan oldu ya, belə çox dərd eləməyin adı yoxdur. Sənə bu qonşudur da güya. Belə qonşuluq olar. Bir uşaq söhbətini hardan hara gətirdi. İnsanlıqdır bu. Yox. Vicdansız. Ürəyinizi sıx verəməyin. Mən pul verirəm, gedib çərməni ödəyərsin. Əhməd Fazıl, bilmədim niyə belə oldu. Məni oyuna gətirdilər. Sən narahat olma. Nəcib mənə hər şeyi danışdı. Biz qayda qanunu sənə deməliydik. Allah bu pulu aparıb çərməni ödəyərsən, Yaşar. Əhməd Fazıl, siz mənə əsəbləşmirsiniz. Elə qorxdum, dedim yəqin yenə əsəbləşərsiniz. Ay qızım, o nə sözdür? Ailə hansı gündə bir-birinə gərək olur? Belə çətin gündə bir yerdə olmalıdır da. Həyatda hər şey ola bilər. Sənin səhvin də, düzün də, hamısı bizimdir. Əgər biz dar ayaqda sənin arxanda dayanmasaq, belə sənə dəstək olmasaq, onda bu nə ailədir, ha? Biz necə ailəni qoruya bilərik? Narahat olma, hər şey əla. Sağ ol Əhməd Fazıl. Sağ ol qızım, sağ ol. Deyirəm ki, bu qədər olanlardan sonra yenə də öz bildiyi elədin. Yox, öz bildiyi yox. Sən öz seçimi elədin. Mən başa düşdüm səni. Bütün günü... Kəz! Bütün günü. Bundan sonra nə deyirsən de, sənə haqq qazandırmayacaq ey Nazlı. Amma bir böyük qardaş kimi. Hə,
Böyük qardaşımı axırıncı xəbərdarlığımı eləyirəm sənə. Kimdir də o, ha? Kimdir ki, o arvad mənim qabağımı kəsir, deyir ki, qızımıza yəli eləyin. Oğluma zəng eləməsin, bizə gəlməsin, bizi narahat eləməsin. Kimdir də o? Niyə də Nazlı, niyə? Axı sən niyə özünü ucuz tutursan? Nəyinə əsikdir? Atan, qardaşların, hamısı başımın üstündədir. Biz cəhənnəm. Tamam, biz cəhənnəm. Bizi düşünmürsən. Özünü düşün də. Nə olar özünü düşün. Xahiş edirəm özünü düşün. Axı sən belə deyildin. Bax Nazlı. Mənə bax sən nənəm mən. Axırıncı xəbərdarlığımı eləyirəm sənə. Bundan sonra da həyat sənindir. Özün bilərsən, nə inirsən elə. Amma addım atmamışdan qabaq, atavı da, qardaşlarımı da fikirləş. Mənim sözüm bu qədər. Ay imam, axşam hara getdin ey sən? Telefonu da götürmür. Mirzə, məni bağışla, mən məcbur oldum bunu eləməyə. Başqa variant yox idi. Nəyi məcbur idin eləməyə? Sənlik deyil. Necə mənlik deyil? Yenə nə edirsən? Deyirəm sənlik deyil də öz işinlə məşğul ol. Ay mama, bilirsən ki, Xəzərin vəziyyəti necədir də, sən də artıq problem yaratmadı ona. Sən niyə hər işi başımı soxursan ay qız? Deyirəm sənlik deyil vəssalam da. Açot verməliyəm sənə. Yerimi bil ha, bildin? Özün bilərsən. Xəzərlə aram deyəndə yanımda ağlama. Arif, nə olub? Yoxsa belə bir tərsən, gərginsən. Ha? Bu Nazlının söhbətidir də. Yenə nə eləyib Nazlı? Hansı birindiyimi? Xəzər xəstəxanada olanda yanına gedib. Ona zəng eləyib. Hardan başlayayım? Harda qutarmış bilmirəm. Belə quturub o. İndi mən onun dərsini verərəm. Gör, nə qədər həddini aşıb bu qız. Qardaşlar, biraz sakit olun. Narahat olmayın, onunla danışdım mən. Qızın elədiyi qələtlərə bax ya. Çox xahiş edirəm, sakit durun. Atamız eşidər. Birisiz xəstə adamdır. Bu qədər cızığından çıxmaq olmaz. Gör, nə qədər həddini aşıb ki, istədiyi vaxt evdən çıxır gedir, heç birimiz xəbər olmur. Bu evdə bizim birimizi adam yerinə qoymur. Araz olmadı ki, söz dilim axı sənə. Danışdım onunla. Danışdım, başa saldım. Dedim, bax da Nazlı, və həyat sənin. Bu yol sənin. Bax, seçimimə bax. Nə bilim, yəqin ki, başa düşər. Onun ağlı var ki, nəsə bir qərar verər. Görmürsən bunu elədiklərini. Görürəm, qardaş, görürəm. Siz bilmirsiniz, mən birinci səfərdə öyle danışıram. Neçə vaxtda danışıram ondan. Dedim, bacı, bax da, bədbəxt olmaq istəyirsənsə özün bilən elə. Xoşbəxt olmaq istəyirsə, qardaşlarıma qulaq az. Öyüd nəsiyyətə qulaq az. Nə bilim. Təyər nəsə demək, bəs. Nə bəs, nə axı. Deyirəm, danışmışam da, qardaş. Qutardı. Böyük qardaş kimi mən öz məsləhətimi verdim. Sizin adınızdan da danışdım, narahat olun. Qardaş özü bilər, öz həyatıdır. Bundan sonra xahiş edirəm sizdən, ona heç nə deməyin. O barədə mövzu açmayın, özü bilər. Əssalam.
Xəzər, sən yenə içmisən? Niyə belə eləyirsən axı? İndi bildin axı ki, Nazlı ilə hər şey həll olundu. İndi niyə içirsən? Niyə özünə zülm eləyirsən axı? Niyə işlər vaxt sadırsan, ay Xəzər? Mən səni başa düşürəm. Görsən nə böyük çətinliklərdən keçdin. Biz balaca idik papa öləndə. Sən bütün yükü öz üzərinə götürdün. Amma sən heç vaxt belə sınmamısan, Xəzər. Mən qardaşımı belə görmək istəmirəm. Mənim qardaşım həmişə mərddir yanıb. Mənim qardaşım həmişə güclü olub. Sən balaca canınla, balaca çiyinlərində böyük yük daşımısan həmişə. Sən həmişə güclü olmusan, sən heç vaxt zəif olmamısan, Xəzər. Mən həmişə güclü olmuşam. Mən həmişə ailəmin yaxşı yaşamağı üçün çalışmışam. Özümü oda közə vurmuşam. Elə məni yandıran da budur, Sevda. Elə məni yandıran da mamamın elədikləridir. Mamama mənim canım da qurban. Söhbət ondan getmir, anamdır. Mən onun övladıyam. Nə qədər mənə səhv eləsələr, nə qədər arxamdan iş çevirsələr, o mənim anamdır. Amma o mənim sözümü heçə saydı, mənim hisslərimi yerə vurdu. Məni o qədər cəmaatın içində bir qəpiklik elədi, mamaşağı elədi məni. Nazlı nə olsun ki, Nazlı məni sevir. Sevə bilər. Amma səncə onlar Nazlını mənə verəcək, yoxsa yox? Önəmli olan budur. Yox, verməyəcəklər. Bilirsən niyə verməyəcəklər? Ona görə verməyəcəklər ki, onlar fikirləşəcək ki, Xəzər kimdir? Xəzərin evdə sözü keçmir. Xəzərin yerinə anası qərarlar verir, fikrini dəyişir. Mama uşağıdır. Xəzərgilin evində ancaq mamasının sözü keçir. Ona görə Nazlı məni sevsə də onu mənə verməyəcəkdir. Səncə indi mən neynəməliyəm? Hə? Onu fikirləşmək lazımdır. Nəsə eləməliyim. Əhməd Fazilin pulunu qaytarmalıyıq, amma necə? Ödüm düşdü, yavaşdan olma. O nədir? Görün sizə nə gətirmişəm. Nədir o? Nə gətirmişsən? Ağzın qulağın dibindədir. Öz əllərimlə hazırlamışam, sushi gətirmişəm, sushi. Mən bunun adını eşitmişdim, amma özünü görməmişdim ha. İmbiri, wasabisi, soyası. Bax, şəkər bacı, buyur sən də dadına bax. Bu nədir? Çubuğudur, Yapon çubuğudur. Çubuq nədir? Baxın dadına. Mənə bax. Çubuqla yemək gəllər, bu nədir? Əllə ye. Fikirlərinizi deyin, dadına baxın, mənə deyin. Şəkər bacı, nəsə sən qorxa yedin, amma nəcib yedi. Çox dadlıdır. Sən də qaqa fikri ver. Mən çox da bəyənmədim.
Ola bilər indi birinci dəfə yedin ona görə, amma bunu yeyən hamı bəyənir. Burada bunu kənd cəmaatı da bəyənəcək. Narahat olmayın. Bu işdə həm də bacarsaq yaxşı pul var. Pul var bu işte. Yaxşı pul var. Pulum var gələrəm. Pul varsa mən girərəm bu işə gələrəm. Sənin daha nəysə. Mən də razıyam. Başlayırıq bu gündən. Davay. Yoxlayırıq. Dadlı suçları hazırlayacağıq. Siz də mənə kömək eləyəcəksiniz. Mütləq hamılıqla hazırlayacaq. Əmin olun ki, biz bunu bacaracağıq. Mənə bax bunu amma biz yeyə bilərik indi. Dadına baxın, xoşunuza gəlsə bax. Bir dənə də yoxla qardaş. İstəmirəm mən. Soyaya batır da. Mənə bunu öyrətiyorum necə tutulur. Çubuğu tutdun. Bax, bu şəkil belə. Gözəl. Həyecanlandım mən. Nazlı! Nazlı ilə mən də sənin yanına gəlirdim. Nə olub, xeyirdir? Xəzər yaman gündədir, yenə başlayıb içməyə. Səninlə danışanda heç olmasa biraz özünə gəlmişdi. Deyirəm, bəlkə danışasan onunla, nə? Sevda, mən bu dəqiqə özüm Xəzərdən betər haldayam. Niyə? O gün onunla danışmaq üçün sizə gəlmişdim. Evdən gizlin qaçıb gəlmişdim. Sənin maman da hər şeyi gəlib danışıb bizimkilərə. Mənim mamam? Sənin maman, hə. Yəni, mən başa düşə bilmirəm, Sevda, özümü mənim yerimə qoy. Belə vəziyyətdə sən neyniyərsən? Mən çalışıram ki, vəziyyəti düzəldim, amma Şahnaz xala Arifin qabağını kəsib deyib ki, sizin qızınız bizim oğlumuzun başını, beynini xarab eləyir, Xəzər ondan əl çəkmək istəyir, Nazlı imkan vermir. Neyniyim indi mən? Nazlı, nə olar? Mən anamın yerinə səndən üzr istəyirəm, bağışla sən. Mən üzrə görə demirəm. Göy üzr istəsəz nə olacaq ki? Onsuz da evdə aləm dəyib bir-birinə, evdəkilərin üzünə baxa bilmirəm. Nə desən haqlısan, Nazlı, başa düşürəm. Yenə də bağışla. Yəni, bu dəqiqə mən belə şeyləri fikirləşə bilmirəm. Evə tələsirəm, görüşərik sonra. Yaxşı. Eşittim, eşitmedim demeyin. Dünyanın ta öbür tarafından getirmişim. Farklı at, farklı tat. Sushi, gelin, gelin, gelin. Mədəmiz ac olanda sushi, sushi, sushi. Fərqli dadın ümmanı, sushi, sushi, sushi. Fərqli dadın ümmanı, sushi, sushi, sushi. Mədəmiz ac olanda sushi. Ürəyimiz yananda sushi. Gəl apar yesin uşaqlar, sushi, sushi, sushi. Yaxşı gedər qonaqlar, sushi, sushi, sushi. Gəlin yeyin aparın, sushi, sushi, sushi. Ucuzdur və ləzzətli, sushi, sushi, sushi. Bəh, bəh, bəh. Əla sizə uşaqlar, əla. Biz qaz vurub qazan dolduracaq, qazan. Süfrələrə sushi düzün, qoy arzular çin olsun. Mədəmiz sushi ilə ağzın acan tad olsun. Ay sushi nazlı gəlin, düyü belində kəmər, wasabi incisidir. Düzülən nəlbəkilər, yurdumuza sushi gəlir, kəndimizə sushi gəlir. Yeyin için aparın, ay qonşular, qohumlar, uşaqlara allaparın. Kam, kam. Sushidən qalmadı, gəl ay müştəri, gəl, 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 gəl. Come, müştəri, come. Sushi sold old. Come, müştəri, come. Today sushi, tomorrow dünya səviyyəsi. Sən danışsan, başa düşmək olmur. Abla bu sushi ne demekti? Nə deməkdir, yox, Kamal əmi, möhtəşəm yeməkdir. Ye dadına bax elə bir. Ye dadına bax. Maraqlı görünür. Maraqlı görünür nədir? Möhtəşəm, həyatımda belə şey yeməm sana. Farklı at, farklı tat. Xoşuma gəldi. Dadıdır. Al evə də apar da, al evə də apar. Bundan 10 dənə mənim üçün. Bu saat. Baş, 10 dənə tez. Aparım bir də tozlayın da dadına Bunu bırak koy, sen payı koy. Tamam, tez. Ondan.
Bəs pul? 8 manat eləyir. 10 manat. 8. Olsun 8. Götür qardaşım. Əli östürmə. Gətirdi. Buyurun. Siz gəlin. Hoş olsun. Öldük. Kam, ay müşteri, kam. Necə pullar da kam? Lan pulunu insan ki. Bu adam hasır, hamısı. Bu bizim sushidən qazandığımız ilk qazanc deyil. Dədəm al kimi böləcəm. İlk pulumuz. Adama 2 manat. Ver. Hər biri 2 manat olanda 6 manat eləyir. Burada 8 manat var. Bunun arası da mal oldu. 2 manat sənin, 2 manat mənim, 2 manat Talenin, 2 manat da Əhməd Fazənin o borcunu olan pulumuz. Başa düşmədim. Əhməd Fazənin borcu mənə dəxli var ki. Necə mənə dəxli var ki? Bu dükanı birlikdə işlədirsə, bunun xeyri, şəri, ziyanı hamısı bir olmalıdır. Nədir mən tək ödəməliyəm? Elə şey yoxdur. Bəs biz bu dükanı ortaq işlədirsə, bunun borcu da, xərci də hamısı bir olmalıdır. Mən tək ödəməliyəm. Elə şey yoxdur. Necə elə şey yoxdur? Borc sənin səhvindən olub, mənim səhvimdən olmur ki, özün ödə. Bu şey mənim başıma gəlib, sabah sənin başına gələ bilər də. Yaxşı, heyf mənim əziyyətimdən, heyf. Qaqa düz yerdə, indi hamımız bir yerdəyik də. Nədirsə xeyir, nə də zərər, nə də bir yerdə ortadıq. Ver. Təhlədiniz məni. Azlıq çoxluğa tabedir. Görürsən, nə deyirəm, elə olsun. Yaxşılığımı heç vaxt yapmayacaq. Deyir yerdə tapdın saytını. İşimiz bundan sonra daha da yaxşı olacaq. Get. Dağıdacaq. Süfrələrin bəzəyi, sushi. Gəlin! Ay gəl, apar yesən, sushi. Gəlin, 2 nəfər də gələcəksən. Gəl ay müştəri, Sushi! sushidən qalmadı. Güzel izlər. Mama, yenə nə oyundur başımıza açmısan, hə? Nə eləmişəm ki? Gəlib niyə Nazlının qardaşına şikayət eləmisən? Yaxşı eləmişəm. Uşağımdan əl çəksin. Balamın başını bəlaya salmasın. Sən özünə haqq da qazandırırsan, mama. Ay qız, mən nə eləmişəmsə, düzgün eləmişəm. Başa düşdün? Düz eləmirsən, sən oğluva kömək eləmirsən, sən ona mane olursan. Bir tərəfdən Nazlının qardaşından qoruyursan güya, bir tərəfdən də içkin qucağına atırsan. İndi İraq ona bir şey olsa, ölsə, o da içkiyə görə olacaq. Sənə görə. Ay qız, elə bir təzyiqim qalxdı. Nə danışırsan sən? Qalxar da təzyiqin. Özünə də əziyyət verirsən, uşağıva da. Bilirsən niyə içir Xəzər? Sənə görə. Deyir ki, anamın hərəkətlərinə görə mənim içim yanır. Səninki sevmək deyil, oğluna əzab verməkdir. Sevda, doğrudan birdən nəsə bir iş gələrik balamın başına. İndi biz əsas onu içkidən qorumalıyıq. İndi o təhlükəlidir. Özün də bilirsən ki, həkim qoymur. Bir damla belə ona içmək olmaz. İndi bəs sən elədiyini bilsən nə olacaq, hə? Sevda, qurban olum. Nə olar, Arifə dediyimi ona demə də. Xəzərin özünə görə deyirəm. Doğrudan birdən nəsə bir pis olar. Bilmirəm. Söz verə bilmərəm. Ay Sevda. Ay Allah, neyini? Elə eləyirəm, bu cür alınır. Elə eləyirəm, bu cür alınır. Başım haram daşını tök. Deyirəm ki, amma Talih, nə yaxşı ağlına gəldi. Hamı bizim sushilərdən danışır, hamı. Nəhayət bir dəfə tutuzdurduq. Mən sizə nə dedim? Narahat olmayın, yaxşı olacaq dedim və yaxşı da oldu. Gördünüz? Kimdə? Alo. Nəcib sənsən? Hə, mənəm. Qonçun Kamaldır. Bayaq sizdən sushi almışdım, Hə, lap yaxşı. Kamal əmdə bir yaxşı sushi aldı. İnşallah zəhərlənməyiblər. Ağzını xeyri aç da. Haycan Kamal əmi, eşidirəm, buyur. Sushilərinizi arvad da çox bəyəndi. Amma məni işə saldınız da. Niyə, neyləmişik ki? Axşam qonaqlarımız var. 100 dənə sifariş vermək istəyirəm. 100 dənə sifariş vermək istəyirsən, hə? Problem yoxdur Kamal əmi, həll eləyərik. Hə, çatdırılma da var, özüm şəxsən gətirib çatdıracam. Narahat olma, problem yoxdur.
100 dənə sifariş elədi. Talih çaq. Mən demişim nə ki biz tutuzuracaq. Partlatdıq. Billəmə partlatdığı 100 dənə bəs necə çatdıracağıq? Çatdırarıq. Biz bacararıq. Mənə bax. Bir dənə deyək, danışığı saxlayaq, təntimək olmasın, panik eləməyin, həyəcanlanmayın. İşə başlamaq lazımdır. Bax belə eləyək. Deməli sən gedirsən, nə lazımsa ərzaqları alırsan, gedirsən evə. Biz də sənə gəlib kömək eləyəcəyik də. Mənə kömək eləyəcəksən də. Laz təntiməyək, mən bişirə bilmirəm də, bişirmə işində mən yoxam. Mən ancaq çatdırılmaya baxa bilərəm. Eşidirsiniz? Siz bişirirsiniz, mən çatdırıram, özdə bir dənə TikTok səhifəsi açırıq, orada reklamımızı aparırıq qəşəng. Əla, bir yolda da yazırıq ki, dünyanın dörd bir yanına çatdırılma var. Necədir? Ha, elə də yox da dünyanın dörd bir yanına bax. Quşsadan mən canam, nətər çatdırım onu? Eyb yox, sən çatdırarsan. Get ərzaq al. Evə? Sən mağazaya gedirsən, nə Harda bişirirsiniz? Harda bişirirsiniz? Neyinirsiniz tez? Məni Kamalın yanında biab eləməyin. Qurban olaram sizə. Tutuzdurduq ha, tutuzdurduq. Dur da Nəcib. Mən çatdırılma işinə baxıram, hazırlayın ki durum da. Davay, tükana. Kamalı yolduq, qazladıq Kamalı. Davay. Xəzərə heç nə demə ya. Qurban olaram sənə. Sonra başlayar yenə içməyə, uşağın halı pis olar. Nə deyim mama, onu eləməmişdən qabaq düşünmək lazım idi. Sənə söz deyirəm, eşit. Sabahın xeyir. Sabah nədir? Günorta deyil. Günortan xeyir. Yarısan dünən o qədər içmişəm. Başım üstündə deyil. İnşallah danışdıqlarımız yadında. Elə şey olar yadımdan çıxsın. Nazlının da sən də ikinizin də dedikləri mənim yadımdadır. Yaxşı ki varsınız. Yaxşı ki sən də varsan. Sən mənim bir dənə qardaşımsan. Sənə bir şey olsa mənim ürəyim partlayar. Ona görə deyirəm içmə. Canım sən, sənə söz verirəm ki, bir də o zəhrimarı içməyəcəm. İnşallah işlərimi yoluna qoyandan sonra qardaşlarla da biraz mehribançılıq qura bilsəydim. Nə bilim, qardaşlar bundan sonra sənin üzvə baxsa. Necə yəni? Yəni, bu qədər problem olub da, inanmıram yumuşalsınlar. Nəsə olub ki, yəni... Yox. Nə olur olsun, mən onların da sevgisini qazanmalıyım. Düzdür. Mənə çay çizmirsən, ha? Götürdü özün. Özümsün. Sağ ol. Çok sağ ol. Salam. Salam. Sənə biz danışmalıyıq. Oğlunla barışmısan da biz daha nə danışacağıq ki? Ya mən səni yaxşı başa düşürəm, düzdür. Bu aralar səni çox incitdim. Biraz səsimi qaldırdım. Amma sən də mən başa düşməyi istəyirəm. Yəni, təsəvvür elə, mənim boyda oğlum var, amma mənim xəbərim yoxdur. Mənim yerimə sən olsaydın, nə eləyərdin? Arif, biz bunların hamısını danışdıq. Mən sənə hər şeyi izah elədim. Hə, bilirəm, izah eləmişsən. Amma indi başqa şey üçün gəlmişəm. Eşidirəm. Sənubər, bax sən oğlumu tək böyütmüsən. Bilirəm indi nələr yaşamısan. İstəyirəm bundan sonra nəvələrimizi tək böyütməyək. Nə deyirsən, razısan?